Salam, xoş gördük hər birinizi. Bizim bir tapşırığımız var imtahanda. Daha doğrusu iki tapşırığımız var. O iki tapşırıqdan biri sertifikat tapmaqdır, biri də virus totalda yoxlamaqdır. Bəlkə indi bunu çoxlarınız bilirsiniz. Mən indi bayaqdan araşdırma eləmişəm, müəllimdən də soruşmuşam və belə bir nəticəyə gəlmişəm. İstəyirəm onu sizlə bölüşəm. Deməli, baxın, 6 pikap faylı, 7 pikap faylı, yəni bu suallarda bu hissə biraz fərqli olacaq. Amma sualın özü ümumi hamıda eynidir. Virus total edərək içərisindəki paketlərin hansı zərərverici domain, müəllim dedi ki, domainə ehtiyac yoxdur, IP ilə əlaqəli olduğunu, hansı vendorlar tərəfindən zərərli proqram olduğunu taparaq ekran şəkli alın. Ən azı 2 domain olsun. Filtrləmə mütləq qeyd olunmalıdır. Deməli, biz bunu necə eləyirik? Daxil oluruq Wireshark-a, açırıq oradan bir pikap faylını açırıq. Orada yəqin ki, kompüterimizə yüklənmiş olacaq. Ondan sonra bura IP yazıram. IP-lər gəlir. Daha sonra biz buradan deməli statika giririk, add points-ə giririk. Add points-ə filtr eləyəndə, baxın, bax bu formada açılır IP-lər. Bizə lazım olan IP-lər. İndi biz bu IP-lərdən ikisini virus totalda yoxlamalıyıq. Sadəcə virus totalda yoxlamaq üçün bu bizə, yəni ki, virus totalda malicos verməlidir. Yəni zərərli olduğunu göstərməlidir. İndi biz də baxaq görək bunlardan hansıdır. Yəni bir-ikisini göstərirəm. İndi imtahanda da malicos olana qədər axtarmaq lazımdır. Məsələn, tutaq ki, bunu seçirəm. Üstündə Apple filter eləyirəm, selected eləyirəm. Selected eləyəndə, bax, belə bir yer açılır. Onu da qeyd edim ki, bu açılan hissələrin hamısını Word proqramı açırıq. Orada hamısını ekranı screen eləyə-eləyə yerləşdiririk. Yəni, bu işi gördük, screen eləyirik. Bu işi gördük, addım-addım screen eləyirik. Ekran screeni mütləqdir. Yadınızdan çıxartmayın. Sonra, baxın, buradan bunu seçirəm. Sağ düymə ilə kopyalayıram. Baxın, burada bayaqdan işləmişəm. Virus totalımı açmışam. Bunu buradan Ctrl-V eləyirəm. Vururam, gəlir. Aha, bu malicos olmadı. İndi növbətisi yoxlayacağıq. Orada sualımızın ikinci hissəsi buydu ki, vendorsları göstərin. Baxın, elə bunun şəklini çəksəz, bax, vendorlar buradadır, vendorslar. Buradadır. Bunu elə şəklini çəkib screen eləsək, yerləşdirsək, bu elə bu qədər olacaq. İndi istəsəz kimsə tutaq ki də, details hissəsində də bax, bunun belə əlavələri var. Buranı da istəsəz əlavə bal kimi, bilmirəm, müəllim verəcək, verməyəcək. Buranı da screen eləmək olar. İndi biz birini yoxladıq. Bu bizə malicos vermədi. İndi keçək ikinciyə. Tutaq ki, buradan, məsələn, buranı silək. Yəni, bir-ikisini belə filtr eləyib göstərə bilərsiniz. Daha sonra rahat olmaq üçün onu tutaq ki da belə deyək. Əl yazma ilə də tutaq ki bir vərəqə yazıb o ünvanı yaza bilərsiniz. Static add points elədik. Yəni ki tutaq ki bir-ikisini buradan filtr elədik. Yazdıq virus totala. Belə vaxt çox getməsin deyə tutaq ki bu IP-ləri vərəqdə yazıb bir dəfəlik belə rahat üsulla virus totaldan yoxlaya bilərik. Ondan sonra məsələn bunu Apple filter eləyirəm, gəlir bura. Buradan bunu kopyalayıram. Bunu kopyaladım. Atıram virus totala. Aha, vermədi. Eybi yox. Vermədi. Heç nə olmaz. Yəni bu üsuldan bir neçəsini yoxlayarıq ki, malicos olsun, çünki bunun məqsədi odur da, burada göstərmək. Yəni virus totalı məqsədi odur. Belə. Bu indi bizim ikinci tapşırığımız idi. Birinci tapşırıq da sertifikatlara baxmaqdır. Bunu bilirik. İstəyirəm ki, birdən də təkrar eləyək. Deməli, bax, indi bunu bağlayıram. Buradan Wireshark-ım hazırdır. Bunu silirəm. Deməli, biz nə iş görürük? Mən burada qeyd eləmişəm. Deməli, açmışıq. Burada götürürük TLS yazırıq. Nöqtə qoyuruq. Sertifikat. Sertifikati.
Yəqin onda burada sertifikat yoxdur. Aha. Tlis. Handshake. Üzr istəyirəm. Handshake. Sertifikat yazırıq. Aha. Handshake sertifikat yazdıq. Açıldı bax bu. Bax buradan handshake'dən düşürük aşağı. Burada transport layer security var. Bunu buradan vururuq. Açılır belə bir hissə. Buradan da TLS handshake protokol. Burada handshake protokolları var. Gəlirik bura. İndi tutaq ki, bizə hansısa bir orada belə deyək də sertifikatın kodunu soruşacaq. İndi məsələn bax burada sertifikatlardır. Sertifikatları vuranda aşağıda baxın gəlir. Mən bunları çox açmışam bayaqları. Aha, baxın bax bu 3 sertifikat burada gəldi, 2 dənəsi var. İndi tutaq ki, sertifikatın bax bu hissələrində skrin eləyirsiniz, atırsınız. Ondan sonra bax buranı da skrin eləyin, yerləşdirin. Yəni nə iş gördünüz, hamısını skrin eləyin. Sonra baxın bu tutaq ki, burada budur. İndi məsələn biz buna baxırıq. 1769-a. Burada bunu belə edirik. Len yazırıq, yəni uzunluğunu tapırıq. 2 dənə bərabər qoyuruq. 1769, enteri vurduq. Aha, bu sertifikatı verdi bizə. Yəni ancaq bunun parametrləri gəlir. Ondan sonra düşürük aşağı. Burada, bax bunun üstündə bunu indi eksport eləyib saxlayacağıq ekranda. Ondan sonra onun digər göstəricilərinə baxacağıq. Export packet bytes eləyirəm. Açılır iş masası. Buradan tutaq ki, həmin o neçə nömrə deyibsə müəllim də sertifikatımızın uzunluğu. Onunla qeyd eləyirik 17, tutaq ki 69-dur bizdə. Nöqtə, CRT. Müəllim demişdi ki, həmin adla saxranit eləyin. Bunu vurandan sonra bunu all files eləyir. Aha. Bunu iş masasında saxlayıram. Daha sonra buradan çıxıram. Gedirəm iş masasına. Baxın 1769 bu. Açılır bax bu. Bu hissə. Bu hissənin də sertifikatını skrin eləyirik, yerləşdiririk. Nə iş gördüksə hamısını ardıcıl skrin eləyirik. Sonra details hissəsinə giririk. Orada bax bizdə soruşur, imzalama alqoritmi, CRL, fingerprint, sertifikat etibarlıq vaxtı. İndi baxırıq. Signatur alqoritm, bax bu görəcək, bax bunu skrin eləyərik. Hash alqoritm, bax bu belə fingerprintdir, SH256. Ondan sonra valid to, yəni etibarlıq vaxtı 2 dekabra qədərdir. Ondan sonra bax burada bizdən nə soruşur? Sonra baxaq. CRL soruşur. Bax CRL buradan seçirik. Bax bunu yenə ayrıca skrin eləyirik, yerləşdiririk. Ondan sonra nə soruşur? İmzalama. Nəysə bu. Bu da var. 2. İmzalama da bunlardan biridir yəqin ki. İmzalama signature. Bax belə. Bunları baxın skrin eləyirik. Bunun şəklini çəkilib yerləşdiririk Word proqramına. İnşallah yaxşılıqla keçərik. Bunların bunlar praktikdir. Nəzəriyyələrini hazırlamışam. İndi onları da göndərirəm. Hamımıza uğurlar. Sağ olun. Növbəti imtahanlarda görüşmək ümidi ilə.